Emin, sənə bir qısa qafiyə açırsan, qısa meyxanalar deyəcəksən. Mən sənə rəsmlər təqdim eləyəcəm. O rəsmlərin adını orada, rəsmlərdə gördüyün söz ustadlarının adını orada çəkmək şərti ilə qısa denən. Olar ki, elə söz ustadlarının öz meyxanalarından səslənir. Hə, olar. Əgər baxırda ki, indi eləsə mən burada da əlimdədir rəsmlər, görürsən. Bu rəsmləri göstərəcəm. Əgər bilirsənsə elə onların meyxanasından denən. Canlı ifa üçün mikrofonu təqdim eləyin dostlar. Hə. Ya Allah. Başlayaq. Gəl bura. Mikrofonu aç. Bilirəm çoxlarının səndə gözü var gözəlim. Heç kimə salma nəzər etmə məni var gözəlim. Bilirəm çoxlarının səndə gözü var gözəlim. Heç kimə salma nəzər etmə məni var gözəlim. Bilmirəm dəqiq oldu yoxsa yox. Gəl gəl dayanma bir addım da yaxınlaş. Onu tam bilmirəm. Bilmirəm. Bildiyim var bu kuplet. Oktay Kamil. Rəşad Dağlı. Rəşadın meyxana. Aha. Elə qız vardı ki Zəhra kəniz. Yadıma düşəndə qabaqlar indi. Deyirəm olaydı o çağlar indi. Düşəndə yadıma qabaqlar indi. Deyirəm olaydı o çağlar indi. Ərlan da dostumuzu salamlayıram. Nə edim mən dili bimar, məni sevmir o gözəl yar. Mənə min eyləmir o yar, məni sevmir o gözəl yar. Niyə Pərviz Bülbülə, nə bilim Balabəy, Oktay Kamil? Bunu niyə belə sən imtahan Yox, niyə bunlar meyxanası? Cavan dediyin, cavan deyil, yaşlı başı var. Hardan cavan? Orada elə belə deyim də qardaş, məsəl üçün mən baxıb meyxanaya həvəslənib gələn vaxtlarda, misal üçün ustadımız Mehman Əhməddini salamlayıram. Allah rəhmət eləsin, Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu, ondan sonra Namiq Məna. Yəni bunlara daha çox baxmışıq. Yəni İndi orada elələr var ki, meyxanada kupletlərin bilən Münasibətlər mahnılarını necədir bəs bilmirəm. bu meyxana ifaçılarının? Orada Mehman Pərvizlə, Tərlanla, Balabəy, Tərlanla yaxşı Gülağa. dostumuz sağ olsun. Yox, onlarla münasibət. Balabəy, Gülağa ilə münasibət yoxdur. Xeyr, yox. Niyə görə? İnşallah olar. Yəni belə rastlaşmamışıq hələ ki. Yəni bədiyyətçi olublar, o vaxt deyiblər ona görə. Yox qardaş, hamımız bir xalqın, millətin, yəni övladlarıyıq. Mən belə deyim də, meyxana toyda onlar da bu gün deyir. Məsələn, meyxanaçılar da deyir. Meyxanadır, bədiyyədir sənin fikrində. Mən meyxana eşitmişəm. İndi əgər bədiyədirsə də daha ustadlar var da, o işlər mənlik deyil. Onun özləri öz aralarında həll Neçə edir. yaşın oldu bu? Bu il 37 yaşım oldu. 37, maşallah. Yəni neçə ildir artıq meyxanaçı kimi fəaliyyətdəsən? 2005-ci ildə kaset çıxartmışdım. Səbuhi studiyasında Hazının yanında. Mehman Əhmədlinin tələbəsi oldu. Bəli, Mehman Əhmədli dəstək olub mənə, çox dəstək olub. Ruslan Səfəroğlu çox İbrahim, dəstək olub. Səbuhi dedi yadıma düşdü. Sən ola bir şey Sən də hər yerdə bir xatirən var ha. Ömründən bunu danışmamışam. Burası Aha. Emin yadıma saldı.